Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma accil li veliyyikel fərəc. Məkasib kitabından 362-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehirdən gedir və sehrin lüğəti mənasını oxumuşduq, istilahi mənasını oxuyurduq və keçən dərsimizdə Əllamə, Şəhid-i əvvəl və Şəhid-i saninin sehrə verdiyi tərifləri oxuduq. Bugün də bəhsin davamını edirik. Mərhum Şeyx Murtəza Ənsari buyurur, Şəhid-i əvvəl və Şəhid-i saninin sehrə dedikləri tərifin zahiri budur ki, sehirdə zərər vurmaq mötəbərdir. Yəni, sehr odur ki, bir nəfər onun vasitəsi ilə başqasına zərər vursun. Əgər zərər olmasa, o sehr hesablanmaz. Gərək orada zərər olsun. Zərər olduğu təqdirdə o sehr hesablanar. Əgər zərər olmasa, sehr hesablanmaz. Burada Əllamə də qəvaiddə sehrə verdiyi tərifdə belə bir söz dedi. Əv yəməl şeyən yuəssir bədənəl məshur. Ya bir iş görə insan məshurun bədəninə əsər eləyə. Əllamə də qəvaiddə belə tərif eləmişdi. Mərhum şeyx buyurur, bu təsir əəmmədir. Təsir bir dəfə məshurda zərər vurmaq təsiri olar, bir dəfə də qeyri zərər olar. Məsələn, bir şəxs sehr eləyər, iki nəfərin arasında məhəbbət icad olar. Burada da təsir var, bir dəfə də budur ki, zərər hasil olar ona. Burada da təsir var. Buyurur, əgər Əllamənin məqsədi yuəssirdən zərər ola, yəni zərər qismi olsa, onda Şəhid-i əvvəl və Şəhid-i sani ilə tərifdə müvafiqdir. Eynidirlər. Onlar da deyirlər sehirdə zərər şərtdir, gərək zərər ola, bu da deyir. Yox, əgər Əllamənin məqsədi yuəssir fi bədənil məshur, yəni zərər qəsdi olmasa, onda Əllamənin sözü Şəhid-i əvvəl və Şəhid-i saninin sözü ilə müvafiq yox, bəlkə əəm olar. Yəni, nisəb-ül ərbənin amma xas min vəci olar. Əllamənin sözü ilə onların sözünün arasında. Ona görə də mərhum şeyx buyurur, nəm, zahirul məsalik və məhkiud durus, Məsalik kitabının ibarətinin sehrə verdiyi tərifin zahiri və məhkiud durus, yəni şeyx buyurur, Şəhid-i əvvəlin sözünü hekayət ediblər mənə, özüm görməmişəm. Bir də onun sehrə verdiyi tərifin zahiri budur ki, ennəl mu'təbər fis-sehr əl-izrar. Sehirdə mötəbər izrardır, yəni tərəfə zərər vurmaqdır. Fəin uridə minət təsir fi ibarətil qəvaid və qeyruha xüsusul izrar bil məshur fəhuvə.
buyurur, əgər Əlləmənin Qəvaid kitabında sehrə verdiyi tərifdəki ibarətdən təsir və yuəssir fi bədənil məshur, o təsirdən məqsədi yaxud başqalarının verdiyi təsirdən məqsəd xüsusul izrar, məxsus zərər nəzərdə tutulubsa, verdiyi tərifdən, yəni məshura zərər olsun. Fəhuvə, yəni Əlləmənin sözü onda şəhid əvvəl, şəhid saninin sözü ilə bir olar və müvafiq olar. Və illa, yəni yox, əgər Əlləmənin təsir sözündən məqsədi izrar olmasa, yəni həm izrar, həm mənfəət dediyimiz kimi, yəni məshura bir dəfə budur zərər yetişsin, bir dəfə budur mənfəət yetişsin. Onda kanəəm, onda Əlləmənin sözü bunların sözü ilə əm olar. Yəni Əlləmənin sözü hər ikisini şamil olar, həm zərərə, həm mənfəətə. Amma şəhid əvvəl, şəhid saninin sözləri isə tək izrara şamil olar. Sümmə innə şəhideyn ədda minəs-sehr buyurur, sonra bu şəhidlər, yəni şəhid əvvəl, şəhid sani sehirdən hesablayıblar. Nəyi? İstixtamul məlaikə və istinzalul şəyatin fi kəşfil qaibat və əlacul musab. Şəhidlər buyurublar ki, əgər bir nəfər mələkləri bir yolla öz xidmətinə gətirə və yaxud şeytanları gətirə öz xidmətinə fi kəşfil qaibat, qeybi məsələləri bilmək üçün və əlacul musab, ya o xəstələri ki, dəlilik eləyirlər, onları sağaltmaq üçün, əgər bir nəfər bir dualar vasitəsilə, bir yolla mələki özünə xidmətçi eləyə, şeytanı özünə xidmətçi eləyə ki, onların vasitəsilə qeybi xəbərləri bilmək üçün və dəli olanları sağaltmaq üçün, bu elə özü sehirdir. Şəhidlər deyiblər ki, bu özü sehirdir. Və istihzaruhum və yaxud mələki, cini, şeytanı hazır eləyə və təlbisihim bi bədəni səbi əv imrəətin, onları bir cür bir uşağın və yaxud bir qadının bədəninə müsəllət eləyə və kəşful qaibat ən lisanihi, onların dili ilə qeybi məsələləri əldə eləyə. Məsələn, dua ilə, bir yolla, bir əməllərlə gəlirlər şeytanı, mələyi müsəllət eləyirlər bir qadına ya bir uşağa, sonra o qadın və uşağın dili ilə müəyyən məsələləri, müəyyən işləri həll eləyirlər, onların dili ilə ələ gətirirlər. Buyurur, hər kim belə bir iş görsə, bu özü sehirdir və bu haramdır və qadağandır. Ona görə buyurur və ədda minəs-sehr, yəni şəhidlər, şəhid əvvəl, şəhid sani, bunları sehirdən hesablayıblar. İndi məsələ buradadır ki, mümkündür ki, kimsə desin ki, yaxşı, bir nəfər şeytanı özünə tabe eləyir, mələki özünə tabe eləyir. Burada məshur kimdir? Gəlib bir nəfər olar ki, burada ona sehr oluna və burada zərər ola. Bəs bu zərər, bu məshur kimdir? Mərhum şeyx buyurur ki, elə zahir budur ki, o şeytan, o mələk özü məshurdur və zərər də onlaradır. Çünki bu şəxs dualar vasitəsilə o şeytanı özünə tabe eləyir, mələki tabe eləyir və onu məcbur eləyir o işlərə. Məcbur elədikdə elə bu sehirdir, elə bu məxluqlara əziyyət eləməkdir, bu mələki əziyyət eləməkdir, bu zorla onu özünə xidmətçi qərar verir.
Və zahir ennel məhsur ona cavabdır. Elə bil təqdirdə bu sualdır. Bu da ona cavab verir. Və zahir ennel məshur fi ma zəkərahu. Zahir budur ki, məshur, yəni o ki, sehr olunub ona, şəhidi əvvəl, şəhidi saninin zikr elədiyinə görə hiyəl məlaikə vəl cin və şəyatin. O mələklərdir, cindir, şəyatindir ki, şəxs onları zorla özünə tabe eləyir və onlara əziyyət eləyir. Vəl izrar bihim, onlara zərər vurur. Vəl izraru bihim yəhsulu bi təsqirihim və ta'cizihim minəl müxalifəllə. Çünki zərər də budur ki, o şəxs onları təsqir eləyir və onları aciz eləyir. Özündən müxalifət eləməyə imkan vermir bu sahir. Məsələ, elə bil onların üzərində sehr eləyib, əziyyət də onları eləyir və sehrin tərifi buna şamildir. Və ilcaihim iləl xitmə və onları məcbur eləyir xidmətə. Məsələ, onları xidmətə məcbur eləmək, onları təsqir eləmək, onları acizlətmək, elə onlara əziyyət verməkdir, onlara zərər vurmaqdır. Elə məshur onların özüdür, elə bil onların özünə sehr eləyir bu şəxs. Bu da dinimizdə qadağandır və yol verilməzdir və haramdır. Elhamdülillahi Rabbil aləmin.